Onda belə bir sual ortaya çıxır ki, yaxşı, onda müsəlmanlara, yəni Allah Rasuluna cümə nə vaxt fərz edildi? Yəni bunun bir bəlli vaxtı varmı? Cümə namazının fərz olunmasına gəlincə alimlər arasında ixtilaf var bu məsələdə. Ümumən cümə sözü, baxsaq cümə sözü nədir? Cümə sözü cəm olmaq deməkdir. Toplanmaq deməkdir ərəb dilində. Və İbn Həcər gətirir ki, Allah Taala Adəmi bu gündə xəlq etdiyinə və Adəmin xəlq olması bu gündə cəm olduğu üçün cümə adlanır. Adəm bu gündə xəlq olub cəm olmağına görə cümə adlanır. Və cümə günü yığışmaq bəzi alimlər buyurub hətta cahiliyyə dövründə də var idi. Cahiliyyə dövründə var idi. Sadəcə cümə adlanmırdı. Yevmul Aruba adlanırdı. Yevmul Aruba adlanırdı. Aruba yəni rəhmət günü adlanırdı. Yəni İslamdan öncə onu müşriklər bu günə toplanırdı. Yəni müşriklər yox. Yevmul Aruba günü Kəb ibn Lüvey, İbrahimin dinindən qalan, hansı ki Peyğəmbər sallallahu əleyhi və səlləm bəzən onunla oturardı, söhbət edərdi. Bəzən ondan rivayətlər də gəlib ki, Peyğəmbər sallallahu əleyhi və səlləmə işarə edir ki, İbrahimin dinindən ondan başqa heç kim qalmayıb. Necə ki Ayşə radiyallahu anh rivayət edir. Kəb ibn Lüvey bu gündə Məkkə əhlini toplayıb onlara Peyğəmbər sallallahu əleyhi və səlləmin gələcəyini haqqında xəbərləri verirdi. Bəzi rivayətlərdə gəlir necə ki İbn Hişam və başqaları sirada gətirib bunu. Lakin İslamda cümə günü ilk nə vaxt fərz edilir və ilk cüməni kim qıldırmağına gəlincə alimlər ixtilaf ediblər. Cümə namazının harada fərz olunmasında. Bəzi alimlər qeyd edib ki, Məkkədə fərz olub. Sadəcə Peyğəmbər sallallahu əleyhi və səlləm Məkkədə cümə namazını qıla bilməyib. Çünki cümə İslamın şüarlarından bir şüardır, hansı ki izhar olunmalıdır. Üzdə olmalı. Lakin Peyğəmbər sallallahu əleyhi və səlləm və səhabələri həmin ərəfədə zəif olduqları üçün və bu şüarı izhar edə bilmədikləri üçün qılmayıb. Bəzi alimlər qılmayıblar və deyirlər ki, Məkkədə fərz olub, lakin Peyğəmbər sallallahu əleyhi və səlləm qılmayıb. Və əksər alimlər o rəyədədir ki, bu namaz Mədinədə fərz edilib. Bu namaz Mədinədə fərz edilib. Və çünki Cümə surəsi necə ki İbn Rəcəb və başqa sələf alimləri nəql edir, ittifaqdır ki, Cümə surəsi Mədinədə nazil olub. Cümə surəsi Mədinədə nazil olub və bəzi rivayətlərdə gəlir ki, Peyğəmbər sallallahu əleyhi və səlləm Məkkədə özü qılmasa da, lakin Mədinədə olan əvvəlcədən Mədinəyə getmiş səhabələrə, təqribən 12 səhabə olub, onlara Peyğəmbər sallallahu əleyhi və səlləm əmr edib ki, orada Cümə namazını qılsınlar. Çünki bilirik ki, Peyğəmbər sallallahu əleyhi və səlləmlə qabaq Məkkəyə Musab ibn Umeyr radiyallahu anhu gedib və ondan sonra İbn Maktum gedib. Abdullah ibn Maktum gedib və Peyğəmbər sallallahu əleyhi və səlləm məktub yazıb onlara və deyib ki, günəş zeniti keçəndən sonra 2 rükət namaz qılın, əhlinizi toplayıb 2 rükət namaz qılın. Lakin o hədis zəifdir. Necə ki alimlər bəyan edib. Və bəzi alimlər hansı ki onlar deyirlər ki, cümə namazı Məkkədə fərz olub, ilk dəfə Mədinədə qılınıb. Onların gətirdiyi başqa dəlil də Əsəd ibn Zura'a radiyallahu anhunun cəmaatı cəm edib cümə qıldırması olub. Ona görə Abdurrahman ibn Kəb atasından nəql edir ki, atası Kəb ibn Məlik nə vaxt cümə azanı eşidərdisə, rəhmət oxuyardı Əsəd ibn Zura'ya. Deyərdi ki, Allah ona rəhmət etsin, bizi ilk cəm edən o olub. Oğlu soruşurdu, niyə rəhmət oxuyursan? Deyərdi ki, bizi ilk dəfə cümə namazına o cəm edib. Necə ki, bəzi rəvayətlərdə gəlib, hətta onlara günorta və axşam yeməklərini də verib. Yəni, onlar üçün heyvan kəsib, cümə və cümə namazını qıldırandan sonra onlar üçün qoyun kəsib, onlara ziyafət də verib. Ona görə bəzi alimlər deyir ki, Musabın birinci cümə qıldırılması istisna deyil. Çünki Musab ibn Umeyr də həmin vaxt onu ilə olub orada. Yəni, bir yerdə olublar. Sadəcə ziyafəti verən olduğuna görə Əsəd ibn Zura'a və imkanlı şəxs olduğuna görə ona nisbət olunub insanları cəm etmək. Və qıldıran Musab olub. Bəzi alimlər belə cəm edib, əgər desək ki, Musabın hədisi səhihdirsə, lakin Musabın cümə qıldırması hədisi zəifdir. Lakin Əsəd ibn Zura'nın insanları ilk dəfə cüməyə cəm etməsi, necə ki Kəb ibn Məlik bunu vurğuluyur, həmin hədisi Əbu Davud Sünəndə nəql edib və İbn Həcər həsənləşdirib, həmçinin Şeyx Albani həsənləşdirib. Amma Peyğəmbər sallallahu əleyhi və səlləm ilk dəfə Mədinədə cümə qıldırılmasına gəlincə isə, hansı ki Peyğəmbər sallallahu əleyhi və səlləmdən nəql olunur, Peyğəmbər sallallahu əleyhi və səlləm hicrət edəndən sonra olur. Peyğəmbər sallallahu əleyhi və səlləm həftənin birinci günü hicrət edib Mədinəyə və gəlib Quba adlanan yerdə dayanıb və necə ki sabit rivayətlərdə gəlir, 4 gün qalıb Peyğəmbər sallallahu əleyhi və səlləm Quba adlanan yerdə. Və sonra Bəni Nəccar qəbiləsindən olan yaxınlarına xəbər salıb və 100 atlı ilə gəliblər. Peyğəmbər sallallahu əleyhi və səlləm Mədinəyə doğru hərəkət edib və həmin gündə cümə gününə düşür. Və Peyğəmbər sallallahu əleyhi və səlləm də gəlib Bəni Səlim ibn Avf qəbiləsinin yaşadığı vadiyə çatanda orada səhabələrə cümə namazını qıldırıb. Peyğəmbər sallallahu əleyhi və səlləm orada səhabələr Bəni Səlim ibn Avf qəbiləsinin qaldığı yerdə. Hal-hazırda həmin yerdə məscid tikilir və həmin məscid cümə məscidi adlandırılır. Yəni Peyğəmbər sallallahu əleyhi və səlləm ilk cümə qıldığı yer həmin Bəni Səlimin qəbiləsinin olduğu vadidir. Və ondan sonra Peyğəmbər sallallahu əleyhi və səlləm Mədinə şəhərinə daxil olub və məscidini orada tikib və ondan qabaq da Quba məscidini tikib necə bilirik. Amma Peyğəmbər sallallahu əleyhi və səlləmin şəhərindən kənarda ilk qılınan cüməyə gəlincə isə, bəzi rivayətlərdə gəlib ki, Peyğəmbər sallallahu əleyhi və səlləmin yəni ikinci cümə yox, bir müddət sonra, yəni Mədinə şəhərindən kənardakı şəhərlərdə ilk cümə qılınan yer Bəhreyn adlanan ərazinin Cəvsə adlanan kəndində olub. Bəhreyn də o vaxt Basra ilə Oman arasında olan bir yer idi. İndiki ada deyildi. Böyük bir ərazi idi. Basra ilə Oman arasında olan bir yer idi və Cəvsə adlanan yerdə indi Əhsa şəhərinə düşür həmin yer.
Necə ki, Abdullah ibn Abbas radiyallahu anhu nəql edir və həmçinin İmam Buxari öz səhihində nəql edir bunu. Peyğəmbər s.ə.v-in Mədinədəki məscidində cümə namazından sonra, yəni Mədinədən sonra ilk cümə qılınan yer Cəvsadır. Və həmin yerdə yəni cümə qılınıb, nə vaxta düşür o? O vaxt ki, Bəni Əbdülqeys qəbiləsi Peyğəmbər s.ə.v-in yanına gəlir, İslamı qəbul edir və qayıdır. O da nə vaxta düşür? Məkkənin fəthinə. Daha doğrusu Məkkənin fəthindən sonra hicrətin 8-ci ilinə düşür.